3 gündür İstanbul'da tramvaya minsəm də ilk dəfədir ki bugün yer tapıb otura bildim. Ama maraqlıdır, çox bir şeydir. Həyatımda ilk dəfə İstanbulda bir tramvaya mindim və tramvayın qapıları önümdə açıldı. İndiyədək üzümə bir çox qapılar açılıb, amma həyatımda ilk dəfə bir İstanbul tramvayının qapıları açıldı. Mən o qapıdan içəri girdim və tramvayın havası ilə nəfəs almağa başladım. Ciyərlərimə tramvay havası dolmağa başladı. Təsəvvür edirsinizmi bunu? Hətta mən tramvayda oturmağa oturacaq belə tapdım. Bakıdan özümlə apardığım estetik popomla o gözəl oturacaqda əyləşdim. Həm də İstanbul tramvayının oturacağında. Sonra pəncərədən bayıra baxmağa başladım. Bu adi bir pəncərə deyildi. Bu İstanbul tramvayının pəncərəsi idi. Mən indiyə qədər bir çox pəncərələrdən baxmışam. Avtobus pəncərəsindən, metro qatarının pəncərəsindən, evimin pəncərəsindən. Amma həyatımda ilk dəfə bir İstanbul tramvayının pəncərəsindən bayıra baxırdım. Orta məktəbdə oxuyanda oxumayan qızlar var idi. Hansı ki müəllimlər hər dəfə onlara deyirdi ki, ay bala, oxumursuz, anantını qanmırsız, sizin axırınız nə olacaq? Onların axırı tiktoker və bloger oldu. Və bugün müəllimlərindən daha çox qazanırlar.